Hər vaxtınız xeyir olsun. Mən Ceyhun Həsənov. Növbəti sınavımızı izah etmək istəyirəm. Bu sınavımız 2-ci qrup üzrə 2020 sınaq test toplusundan ibarət olan sınaq 2-nin izahı olacaq. Elə isə vaxt itirməyək, dərhal sualların izahına keçək. 12-ci əsrdə baş vermiş hadisələri müəyyənləşdirək. Birinci sual klassik feodalizm dövrünə aiddir Azərbaycan tarixində. Arranın iqta kimi Atabəy Şəmsəddin Eldənizə verilməsi, təbii ki, bu 12-ci əsrdir, 1136-dır. 4-cü Davidin Şirvana hücumu 1120-də 1-ci Zafridunun dövründə, 1-ci Zafridun Səlcuqlarla əlaqəni kəsmədiyinə görə, sonra isə 1124-cü ildə 3-cü Mənüçöhrün dövründə hər iki şərt ödənir. Tiflis Müsəlman Əmirliyinin Səlcuq dövlətinə tabe olması bu 1054-cü ildir. Xarəzmşah Cəlaləddinin Azərbaycana hücumu isə 1225-dir. Yeri gəlmişkən qeyd edim ki, Xarəzmşahların Azərbaycana ilk yürüşləri 12-ci əsrdə başlayıb, təkəşin fonunda, amma Cəlaləddindirsə bu 13-cü əsrdir. Burada gördüyümüz kimi cavab A variantıdır, 1-2. Davam edək ikinci suala. Azərbaycanın 1359 və 1367-ci il tarixlərinə aid ümumi cəhət. Qızıl Orda dövlətinin Azərbaycanı işğal etməsi. Bu yanlış yanlış bir variantdır. Çünki Qızıl Orda Azərbaycanı 1357-ci ildə işğal edir, Hülakülər dövlətinə son qoyaraq. Bu həm Hülakilərin, həm Elxanilərin, həm Çobanilərin, həm də 5-ci Monqolosunun süqutu hesab olunur. Azərbaycanın müxtəlif ərazilərinin Cəlalilər tərəfindən tutulması, bəli, bu düzgün cavabdır. Çünki 1359-cu ildə Cəlali Şeyxüveys, Şirvan xaric bütün Azərbaycanı götürmüşdü. 1367-ci ildə isə bütün Azərbaycanı işğal etmişdi. Bu 1367 çox maraqlı bir məsələdir. Deməli, orada nə baş verir? Şirvanşah hökmdarlarının ilk hökmdar İbrahim Dərbəndi deyil. İlk hökmdar Kavuz İbn Keyqubatdır ki, o Azərbaycanı birləşdirmək istəyirdi. Sadəcə olaraq nə baş verir? Deməli, günlərin bir günü Kavuz 1367-ci ildə Şeyxüveysin, Cəlali hökmdarı Şeyxüveysin Bağdadda olmasına istifadə edib Təbrizə hücum edərək Azərbaycanı birləşdirmək istəyir. Çünki Cəlalilərin iki paytaxtı var. 1359-a qədər Bağdad, 1359-dan sonra Təbriz və dəyişirdi illər ərzində. Kimə xoş gəlirdisə Təbrizdə və ya Bağdadda belə desək əyləşirdi və 1367-ci ildə Şeyxüveysin Bağdadda olmasından xəbərdar olan deməli Kavuz ibn Keyqubat Təbrizə hücum edərək Azərbaycanı birləşdirmək istəsə də, amma Şeyxüveys daha cəld davranaraq nəinki Kavuzun hücumunun qarşısını alır, hətta Şirvanı tabe edir 1367-də. Bununla da bütün Azərbaycan işğal olunur. Deməli, Azərbaycanı birləşdirməyə cəhd edən ilk Şirvanşah hökmdarı Kavuz ibn Keyqubat olub. Cavabımız Bakı variantıdır. Hülakülərlə Qızıl Orda dövlətinin toqquşması, əgər Hülakülər 1357-də süquta uğramışdırsa, artıq 1357-dən sonra Hülakü Qızıl Orda savaşı yoxdur. Azərbaycanda yeni dövlətlərin yaranması, bu dövrdə Azərbaycanda yeni bir dövlət yoxdur, bu yanlışdır. Əmir Teymur Azərbaycana yürüşlərinin başlamasını isə 1386 hesab etsək, bu da yanlış variantdır. Cavabımız Bakı variantıdır. Üçüncü suala baxaq. 12-ci əsrdə hakimiyyətdə olmuş Şirvanşah. Səlcuq türkləri ilə dostluq münasibətlərini bərpa etmişdir. Söhbət 1-ci Axsitandan gedir. Çünki 1-ci Axistan atasından fərqli olaraq, atasının 3-cü Mənüçöhrdən fərqli olaraq Səlcuq türkləri ilə ehtiyatlı olaq. Deməli, bu 1-ci Axistandır və eyni zamanda da 1-ci Axistanın hakimiyyət illəri 1160-1196-dır. 1-ci Axistan 1160-da gələndə artıq Böyük Səlcuq dövlətinə əlaqəni bərpa edə bilməz. Çünki Böyük Səlcuq 1157-də süquta uğramışdı. 1-ci Axistan əlaqəni bərpa edir Səlcuq türkləri ilə. Yəni, söhbət İraq Səlcuq sultanından gedir. Baxaq. Dövlətin paytaxtını köçürmüşdür. Bəli, bunu 1-ci Axistan edib və yuxarıdakı illərə uyğun olaraq 1192 düşür. 1 düzgün cavabdır. 2. Gürcü hökmdarı 4-cü David ilə müttəfiq olmuşdur. Xeyr. Nəzərə alsaq ki, 4-cü David 1125-ci ildə vəfat edib, amma hələ 1-ci Axistan 1160-da gəlmişdi hakimiyyətə. İraq Səlcuq hökmdarı Sultan Mahmudla vuruşmuşdur. Sultan Mahmud 1123-cü ildə hücum edib Şirvana və bu 3-cü Mənüçöhrün dövrünə düşür. Bundan başqa nəzərə alsaq ki, maraq üçün Sultan Mahmudun hakimiyyət illəri 1118-1131-dir. Yenə də yuxarıda Axsitanın hakimiyyət illərinə düşmür.
Slavyanların hücumunu dəf etmişdir. Slavyanların hücumunu dəf etmişdir. 1175-ci ildə bəli. Gürcü hökmdarı 3-cü Georgun köməkliyi ilə Hülakülərin vassalı olmuşdur. Bu 2-ci Axıstandır. Çünki bu hadisə 1250-ci illərdə baş verirsə, 56 və yaxud 58-dən sonra baş verirsə, bu o zaman hakimiyyətdə olmuş 2-ci Axıstanın hakimiyyətinə düşür 1243, 1260. Deməli, bizim burada düzgün cavablarımız 1, 4-dür. Bax belə. Davam eləyək. 4-cü sualda hadisə nəticə əlaqəsinin doğru verildiyi bəndi müəyyənləşdirin deyir. Baxaq. 4-cü Davidin Şirvana hücum etməsi Tiflis müsəlman əmrinin ləğvi əlaqəsi yoxdur. Çünki 4-cü David Şirvana hücum eləyib 1124 və yaxud 1120-də, əgər 1-ci Afedron dövrü hesab etsək, Tiflis müsəlman əmrinin ləğvi isə 1121-dir. Ümumiyyətlə, istər Didqori döyüşündə 1121, istər Tiflis müsəlman əmrinin ləğvində 1122-də Şirvanşahlar Tiflis müsəlman əmrinin ləğvində yaxından uzaqdan heç bir iştirakı yoxdur. A variantı səhvdir. Məhəmməd Cahan Pəhləvanın hakimə gəlməsi, paytaxtdan Naxçıvana köçürülməsi, bu da yanlışdır. Məhəmməd Cahan Pəhləvan paytaxtdan Naxçıvana yox, Naxçıvandan Həmədana köçürdüb. Qızıl Arslanın sultan elan edilməsi, İraq Səlcuq sultanlığının yaranması, bu da əlaqəsiz bir variantdır. Çünki Qızıl Arslanın sultan elan edilməsi 1191, amma İraq Səlcuq sultanlığının yaranması 1118-dir. Şəmsəddin Eldənizin böyük Atabək titulu alması, Arranın onu iqta kimi verilməsi, bu hadisələr arasında da bir əlaqə yoxdur. Biri 1160, biri 1136-dır təxminən. Atabəy Özbəyin taxta çıxması, Eldənizlər sülaləsinin hakimiyyətinin daha da zəifləməsi tamamilə doğrudur. Çünki əcəl zəngi Əbubəkirin dövründə çalınmağa başlamışdı. Özbəyin dövründə isə bu daha da zəiflədi. Deməli, 4-də cavab Y variantıdır. 5-ə baxaq. 1088-ci ilə qədər öz mövzusunu qorumuş Azərbaycan dövlətinin paytaxtı, təbii ki, bu Şəddadilərdir. Şəddadilərin paytaxtı da 3, yəni Gəncə olacaq. Burada cavabımız A variantıdır. Yerdə qalan ərazilərə baxsaq, 5 Rəşd və ya bu əraziyə biz Gilan da deyə müraciət edə bilərik. 4-ün Təbriz olduğunu qeyd edək. 2-nin Şamaxı olduğunu qeyd edək. 1-in isə Tiflis olduğunu qeyd etməkdə fayda var. 6-cı suala baxaq. 1382-ci ildə Şirvan feodalları hakimiyyətə yeni şahı gətirdilər. O yoxsullaşmış əyan nəslindən idi. Mətndə haqqında bəhs edilən Şirvanşahla Əmir Teymurun ümumi cəhətini müəyyənləşdirin. Söhbət İbrahim Dərbənddən gedir. A variantı 14-cü əsrin 80-ci ildə hakimiyyətə gəlmələri səhvdir. Çünki İbrahim Dərbəndi 1382-də, Əmir Teymur isə 1370-də gəlib hakimiyyətdə. A variantı yanlışdır. B variantı Slavyanların yürüşlərinin qarşılanmasını biz bunu heç birisində görmürük. Qızıl Orda və Osmanlı dövlətinə mübarizə aparmaları, bəli, bu düzdür. Çünki İbrahim Dərbəndi Əmir Teymurla bərabər istər 1395 Terik, istər 1402 Ankara döyüşlərində bir yerdə olublar. Cavabımız C variantıdır. Səlcuqdan asılığı qəbul etmələri heç birisi Səlcuqları görməyib. Çin üzərinə yürüş etmələri nə İbrahim Dərbəndi, nə də Əmir Teymur ora çata bilmədi. Əsasda Əmir Teymur təbii ki, Mərkəzi Asiyada Otturar adlı yerdə vəfat etdi. 7-ci suala baxaq. Hadisələrdən hansılarının yerlərini dəyişdirsək, Eldənizlər dövlətinə aid xronoloji ardıcıllıq düzgün olar. Şəmsəddin Eldənizin böyük Atabək titulu alması bu 1160-dır. Məhəmməd Cahan Pəhləvanın paytaxtı Həmədana köçürülməsi bu 1175-dir. Qızıl Arslan 1191. 4-cü cavabımız 1190. Əbubəkirin hakimiyyətinə getməsi və Özbəyin gəlməsi 1210. Burada görünən odur ki, 3 ilə 4-ün yerini dəyişsək, Bakı variantı uyğunluq tamamlanar. Bax belə. Deməli, 7-ci sualda cavabımız Bakı variantı olacaq. Davam edək 8-ci sualla. Hülakülər dövlətinin 14-cü əsr tarixinə aid olan hadisələri müəyyənləşdirək. Burada söhbət 1301, 1350-ci, yox, birinci yarısı demir, ümumiyyətlə deyir. 1301, 1400-cü illəri nəzərdə tutur. Məhəmməd Olcaytunun hakimiyyətə gəlməsini nəzərə alsaq, bu 1304-dür. Bəli, yuxarıdakı şərt ödəyir. Hülakülərin yaranması 1250 şərt ödənmir. Qazaxxan hakimiyyətə gəlməsi 1295 şərt ödənmir. Faktiki hakimiyyətin Çobanlərin əlinə keçməsi. Çobanlər 2 dəfə Hülakülərdə hakimiyyətdə olub. Bir Əmir Çobanın dövründə 1316-28,
Bir də Çobanlının ikinci hakimiyyət dövrü 1338-1357. Bu da şərt ödəyir. Bağdadın Hülaki tərəfindən tutulması bu 1258-dir. Yenə şərt ödəmir. 2, 3, 5 cavablarını çıxsaq, digər cavablar yuxarıdakı illərə uyğun gəlir. Belə ki, düzgün cavabımız 1, 4, 6, yəni D variantıdır. 9-a baxaq. Azərbaycan tarixinin 10-cu əsrin 40-cı illərinə aid olanları müəyyənləşdirək. Söhbət burada 940 və 949-cu illərdən gedir. Baxaq. Sazilər dövlətinin süqutu əlbəttə bu 941-dir və yuxarıdakı şərti ödəyir. Slavyanların Bərdə faciəsinin törətməsi 944 və yuxarıdakı şərti ödəyir. Şəddadilərin meydana gəlməsi 971 yanlışdır. Salarilər sülaləsinin Azərbaycanın cənubunda hakimiyyətə gəlməsi, onsuz da Salarilər Azərbaycanın cənubunda meydana gəlib. Bu 941-dir. Yeri gəlmişkən bir sülalənin hakimiyyətə gəlməyi onun dövlətdə hakimiyyətə gəlməyindən götürülür. Məsələn, sual düşdü ki, Məziyyədlilər nə vaxt hakimiyyətə gəlib? 861-də. Baxmayaq ki, Məziyyədlər dövlətdən qabaq əmirlik yaratmışdılar 8-ci əsrin sonunda. Amma Məziyyədlilərin hakimiyyətə gəlməyi 861 qeyd olunur. 4 burada düzgün cavabdır. Dəndənəkan döyüşü isə 11-ci əsrin 40-cı illərdir. Bu 1040-dır ki, bizə lazım deyil. Deməli, düzgün cavab 1, 2, 4-dür. Davam edək. 10-cu suala baxaq. Səfəvilərin Ərdəbil hakimliyinə aid olanları müəyyənləşdirin. Biz bilirik ki, 13-cü əsrdən tutmuş 1736-ya qədər, belə demək mümkündürsə, Səfəvilər deyə bilərik biz. Amma ayırsaq 13-cü əsrdən 1501-ci ilin, belə desək, payızına qədər biz bunu Ərdəbil hakimliyi, 1501-dən 1736-ya qədər isə Səfəvilər dövləti deyə bilərik. Amma ümumilikdə Səfəvilər demək olar mümkündür. Baxaq. Dediyim kimi bizə lazım olan məsələlər 13-cü əsrdən başlayacaq və bu 1501-in payızına qədər davam edəcək. Baxaq. Şeyx Heydər tərəfindən əsasının qoyulması bu yanlışdır. Çünki Şeyx Səfiyyəddin İshaq Əl-Ərdəbili Əl-Musəvi tərəfindən qoyulub. Bir yanlışdır. Ağqoyunlarla toqquşması, bəli, Ərdəbil hakimliyi Ağqoyunlarla istər 1488 Şahdağ döyüşündə, istər 1494 Şəməsi döyüşündə toqquşub və hər ikisində Ağqoyunlular, belə desək, üstündür. Eyni zamanda bunların bir dəfə toqquşması 1501-ci ilin yayıdır. Onda hələ Səfəvilərdə Ərdəbil hakimliyi vardı. Söhbət Şərur döyüşündən gedir. Birinci və ikincidə Ağqoyunlular qalib, 1501-də isə Ağqoyunlular məğlub olmuşdular. Burada 2 düzgün cavabdır. 1460-cı ildə Samur çayı sahilindəki döyüşdə məğlub olmaları, bəli, bu da düzgün cavabdır. Çünki Samur çayı sahilində Qaraqoyunlu Cahanşahla Şirvanşah Xəylullah birləşərək Şeyx Cüneydi öldürürlər. Bu da düzgün cavabdır. Şeyx Cüneydin 15-ci əsrin ortalarında dini və dünyəvi hökmdar olması, bəli. Nəzərə alsaq ki, Şeyx Cüneydin hakimiyyətləri 1447-1460-dır və bu 15-ci əsrin ortalarını ödəyir. 4 də düzgün cavabdır. Əsası isə 12-ci əsrdə yox, yuxarıda qeyd etdiyim kimi 13-cü əsrdə qoyulmuşdur. Ona görə 5 də yararsızdır. Burada cavabımız 2, 3, 4 olacaq. Davam edək. 11-ci sual. Hadisə nəticə əlaqəsinin doğru göstərildiyi sətirləri müəyyənləşdirək. 1121-ci ildə Tirqor döyüşü baş verdi, Tiflis Müsəlman Əmirliyi yarandı. Xeyr, bu yanlışdır. Çünki Tiflis Müsəlman Əmirliyinin yaranması 8-ci əsrin 30-cu illərdir, 730-larda təxminən. Heysan bəy Xalid özünü Şirvanın müstəqil hakim elan etdi. Şirvanşahlar dövləti yarandı 861-ci ildə. Bu düzgün cavabımızdır. 988-ci ildə Dərbənd Əmirliyi Şirvanşahlar dövlətindən asılı vəziyyətə düşdü. Haşim İbn Suraqqa Dərbəndi müstəqil idarə etməsinə nail oldu. Bu da yanlış bir variantdır. Çünki bir tərəf 988, digər bir tərəf isə Dərbəndin müstəqil hakimliyə çevrilməsi, yəni 869-cu il nəzərdə tutulur. Ona görə əlaqə yoxdur. Mərzban bin Məhəmməd Sacı hökmdarı Deysəmə qalib gəldi. 941-ci ildə yeni dövlətin əsasını qoydu. Bəli. Doğrudan da Deyləm hakimi, Rəşd hakimi, Gilan hakimi Mərzban bin Məhəmməd sonuncu Sacı hökmdarının hakimiyyətinə son qoyaraq yeni bir dövlətin, Salarilər dövlətinin yaranmasına nail oldu. Cavabımız 2, 4-dür. 12. Eyler-Venn diaqramı verilib bizə. Hökmdarlarımız isə hər ikisi Sacı hökmdarıdır. Məhəmməd ibn Əbu Sac və Yusif ibn Əbu Sac. Xilafət xəzinəsinə xərac göndərilməsini dayandıran Yusif ibn Əbu Sacdır. Gürcü hakiminin qoşunlarını hər iki qardaş bir yerdə məğlubiyyətə uğratmışdı, yəni hər ikisinin uğuru var.
Sazda dövlətini yaradan Məhəmməd ibn Əbu Sacdır. Dərbənd səddini təmir etdirən Yusif ibn Əbu Sacdır. Türk mənşəli sülalənin nümayəndəsi olmuşdur. Təbii ki, hər iki qardaş eyni zamanda. Bir, deməli, burada nə isə səhv apardıq. Bizcə dəqiqə. Sazda dövlətin yaranması, C variantı, A variantı aparmışıq orada. Deməli, 1, C, 2, A, D, 3, B, Y. Cavabımız D variantı olacaq. Bax belə. 13-cü suala baxaq. Daha gec, yəni daha sonra olmuşdur. Dərbəndin Monqollar tərəfindən tutulması, yəni Azərbaycanın şanının bayaq satması Monqollar tərəfindən 1239-dur. Söhbət 2-ci yürüşdən gedir. Gəncədə Usta Bəndər üsyanı Xarəmşahlara qarşı 3-cü Cəlaləddinin iqamətgahı Gəncə idi. Hülaçlar dövlətinin yaranması 1258. Xarəmşah Cəlaləddinin Azərbaycana hücumu 1225. Cormoğon Noyon Monqolların 2-ci yürüşü 1231. Bax belə. Daha gec, təbii ki, görürük ki, daha gec C variantı baş vermişdi. Daha tez olsaydı, təbii ki, D variantı olacaqdı. 14. Monqolların Azərbaycana ilk yürüşü zamanı ələ keçirə bilməkləri 3 şəhər var. Gəncə, Təbriz və Dərbənd. Burada təbii ki, o 3 şəhərdən yalnız Gəncə verilmişdi. Marağı isə həmişə müqavimət göstərib, həmişə tutulan şəhərimiz olmuşdu. 15-ci suala baxaq. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinə aid oxşar cəhət. Qəzvin şəhərinin paytaxt olması xeyr, bu Səfəvilərin paytaxtı olub. Soyurqal adlı irsi torpaqların mövzu olması, bəli, Soyurqalı həm Qaraqoyunlu, həm Ağqoyunlu parçalayıb, cavabımız Bakı variantıdır. Səfəvi dövlətlə toqquşmaları tamamilə yanlışdır. Bu yalnız Ağqoyunlular üçün xarakterikdir. Ağqoyunluların ikinci qolu Murad Mirzənin başçılıq etdiyi qoşunlar Almabulağı döyüşündən söhbət gedir. Bu da səhvdir. Yox, əgər burada Səfəvilərlə olsaydı, dövlət sözü olmasaydı, onda düz idi. Çünki Qaraqoyunlular Samur döyüşündə vuruşmuşlar Səfəvilər. Səfəvilərlə Ağqoyunlular isə Şahdağ olsun, Şəbəsi olsun və yaxud Şərro döyüşləri olsun. Amma burada Səfəvi dövlətidir, ona görə də variantımız səhvdir. Eyni əsas süqut etmələri təbii ki, yanlışdır. Çünki Qaraqoyunlu dövlətinin süqutu 1468, Ağqoyunluda isə tam olaraq 1503-dür. Tiyul adlı şəhər torpaqların paylanması isə Səfəvilərlə bağlıdır. Maraq üçün deyim, Tiyulun paylanma cədvəli riyazi dillə desək 16-19-cu əsrlərdir. Yəni Tiyul həm 16, həm 17, həm 18, həm də 19-cu əsrdə paylanıbdır. Cavabımız Bakı variantıdır. 16-da eyni əsrdə baş vermişdir. Şirvanşahların paytaxtının Şamaxıdan Bakıya köçürülməsi bu 1192-ci ildir. Monqolların Şirvana birinci yürüşü bu təbii ki 1220-22 aralığındadır. 1221-in sonu 22-nin əvvəlidir. İraq Səlcuq hökmdarı Sultan Mahmudun Şirvana yürüşü 1123-dür. 1-ci İbrahimin və onun müttəfiqlərinin Qaraqoyunlarla Kür 1412-dir. Bu Qaraqoyunlu dövlətinin bizə məlum olan ilk döyüşüdür. Şirvanşahların cəlaləyə tabe olması Şeyx Üveys bayaq ilk suallarda biz buna aydınlıq gətirdik 1367-dir. Burada fərqli illər görürük. Yalnız 2 dənə ilin 12-ci əsrə aid olduğunu görürük. Burada cavabımız deməli 1-3, yəni Y variantıdır. 17-də Eldənizə dövlətinin 12-ci əsr tarixinə aiddir. Yəni bizdən soruşulan nədir? 1190, 1199. Baxaq. Qızıl Arslanın hakimiyyətdə olması. Nəzərə alsaq ki, Qızıl Arslan 1186, 1191-də hakimiyyətdə olub. Deməli, bu yuxarıdakı illərə uyğun gəlir. Biz biri götürməliyik. Rəvvadilər 1065-dən sonra yoxdur. Ona görə bunun üzərindən xətt çəkək. Yeri gəlmişkən Səlcuqlara da tabe olması 1054-dür. Daha dəqiqliyin yazaq. Məhəmməd Cahan Pəhləvanın hakimiyyət illəri 1175-1186 olarsa, adam 90-cı illəri görməz. 3-cü Toğrulun Həmədan yaxındakı döyüşdə məğlub olması 1190-dır. Bu yuxarıdakı şərti ödəyir. Şəmsəddin Eldənizi Arslan Şahı öz tərbiyə elədiyi uşağı hakimiyyətə çıxartması və böyük Atabey titulunu götürməsi 1160-dır. Bu da şərti ödəmir. Deməli, burada cavabımız 1-4-dür. Sualla sağollaşmamışdan qabaq bir məsələni deyək. 4-cü məsələ çox maraqlıdır. Qəfildən abituriyentə düşdək ki, Səlcuqlarla Eldənizlər arasında döyüş, bəzən abituriyent çaşa bilər. Çünki əksər abituriyentlər Səlcuqların məsələsini 1157-də bağlayırlar, Böyük Səlcuqla. Amma burada söhbət İraq Səlcuq Sultanı ilə, yəni 3-cü Toğrulla Eldəniz Qızıl Arslanın mübarizəsindən gedir. Davam edək. 18-ci suala baxaq.
1406-cı ildə Naxçıvan yaxınındakı Araz çayı sahilində və 1408-ci ildə Təbriz yaxınındakı Sədrut düzündəki döyüşlərin oxşar nəticəsi çox rahat bir sualdır. Təbii ki, burada cavab Teymurilərin məğlub olmasıdır. Belə ki, Qara Yusif əvvəlcə 1406-da, sonra isə 1408-də Sədrut döyüşündə Teymurilərə qalib gələrək Azərbaycandan tamamilə onları qovmuşdular. Nəzərə alsaq ki, 1405-ci ildə Əmir Teymurun ölümündən 1409 Əmir Şahruğun hakimiyyətə gəlməsinə qədər 4 il ərzində Teymurilərdə hakimiyyət çəkməli olub. Ona görə Teymurilərin Azərbaycandakı durumu da yaxşı deyildi. Naxçıvan şəhəri Atabəylər dövlətinin paytaxtı olduğu dövrə uyğun gəlir. Gəlin baxaq. Naxçıvan şəhəri paytaxt rolunu oynayıb dövlət yaranandan 1136-dan təxminən Məhəmməd Cahan Pəhləvana qədər. Ümumiyyətlə bu sualın sinonimini bu şəkildə də qurmaq olar ki, Atabəylər dövlətinə Şəmsəddin Eldənizin dövründə olan hadisə. A variantı səhvdir, çünki bunun nə edirəm? Yəni sinonim olaraq belə qoymaq olardı ki, Şəmsəddin Eldənizin dövründə Atabəylərə aiddir. Çünki Naxçıvan yalnız onun dövründə paytaxt olub. Təbrizi Ağsunqullardan alan bu Məhəmməd Cahan Pəhləvandır, deməli yanlışdır. Monqolların Təbrizi ələ keçirməsi. Monqolların birinci görüşünü Atabəylər görüblər. O zaman da hakimiyyətdə Özbək idi. Bu bir. İkinci bir tərəfdən isə Monqolların birinci görüşdə Təbriz ələ keçirilməmişdi. Şəmsəddin Eldənizin Naxçıvan yaxınında Gürcü qüvvələrinə ağır məğlubiyyət uğratması, bəli, bu 12-ci əsrin 60-cı illərdir. Bu yuxarıdakı şərti ödəyir. Əbubəkir bu 1197-də olacaq. Təbii ki, ağzında Əbubəkir deyir. Yəni bu yenə də Şəmsəddin Eldənizə düşməyəcək. Qızıl Arslan yenə də dilimizdə Qızıl Arslan deyirik. Amma yuxarıda biz Atabəy Şəmsəddin Eldənizə aid olan xüsusiyyətləri vurğulamalıyıq. Yeri gəlmişdən Qızıl Arslanın sui-qəsd nəticəsində öldürülməsi 1191-dir. Deməli, burada cavabımız C variantı olacaq. 20-də Hülakü xan Qazan xandan fərqli olaraq dövlətin banisi olmuşdur. Əlbəttə, cavabımız budur. 14-cü əsrdə hakimiyyətdə olmuşdur. Bu Qazan xan Hülakü xandan fərqlidir. Yazaq. Qazan xan hakimiyyət illəri 1295-1304. Hülakü xan hakimiyyət illəri isə 1258-1365-dir. 1358-də yox, 1258 olsaydı düz olardı. Elxanilər dövlətinin hökmdarı olmuşdu hər ikisi. Məhkəmə islahatı keçirmişdi. Bu Qazan xan Hülakü xandan fərqlidir, amma bizə Hülakünin Qazan xandan fərqi lazım idi. Ona görə cavab A-dır. 21. Uyğunluğu müəyyənləşdirək. Aha. Qızıl Arslan doğrudan da Atabəy hökmdarıdır. Bu düzdür. Yaqub Padşah Qaraqoyunlu deyil, Ağqoyunludur. Səhvdir. Cahanşah Ağqoyunlu deyil, Qaraqoyunludur. Səhvdir. Məhəmməd Oğlu Cahit Qazan xandan sonra gəlmiş Hülakü hökmdardır. Düzdür. Deməli, burada cavabımız 1-4, yəni Y variantı olacaq. Davam eləyək. 22. Xəritədə rəqəmlərlə verilmiş şəhərlərin 9-10-cu əsrlər tarixinə aid ümumi cəhətləri müəyyənləşdirək. Gəlin baxaq. 9-10-cu əsrlər. 2 Ərdəbildir. 1 Marağadır təxminən. Bu tipli sualları yazanda birinci variantlara diqqətlə fikirləmək lazımdır. B variantı Monqollar. Monqollar 9-10-cu əsrlərdə nə gəzir? Monqollar ən yaxın halda 13-cü əsrdə hücum ediblər. Eldənizlər 12-ci əsrdə yanıb, yuxarıdakı əsrləri ödəmir. Səlcuqlar 11-ci əsrdə gəlib, yuxarıdakı əsrləri ödəmir. Burada iki cavabımız qalır. Ya A-dır, ya C-dir. Və nəzərə alsaq ki, Şirvanşahlar şimalda yaranmışdı. Amma bu iki şəhərimiz hər ikisi cənub şəhəridir. Onda avtomatik olaraq cavab A variantıdır. Və salam, bu qədər rahat. 23. Əmir Teymurun və Toxtamış xanın fəaliyyətinə aid oxşar cəhətləri müəyyənləşdirək. Təbii ki, biri Teymurilərin, biri isə belə desək, Qızıl Ordanın hökmdarlarıdır. Cənubi Qafqaza hərbi yürüş etmələri hər ikisi üçün oxşardır. Bu Teymurun fonunda 1386, Toxtamışın fonunda isə 1385-dir. Şirvanşahlarla müttəfiq olan bu yalnız Əmir Teymurdur. Təbrizin ələ keçirilməsi eynən yuxarıdakı illər şərtini ödəyir. Hər ikisi ələ keçirib Təbrizi. 3 də düzdür. Şəddadilərlə mübarizə. Bu adamların hakimiyyəti olduğu dövrdə Şəddadi dövləti yox idi. Çünki Şəddadilər 1088-dən ləğv olunub. Osmanlılarla müttəfiq olub. Əmir Teymur Osmanlılarla düşmən olub. Toxtamışın isə Osmanlılarla yaxından uzaqdan heç bir əlaqəsi olmayıb. Ona görə bizim burada düzgün cavabımız 1, 3, yəni deməli variantsız olaraq açıq sualdır. 1, 3 olacaq. 24. Qazan xan islahatlarına aiddir. Baxaq. Məhkəmə islahatına görə qazi vəzifəsində ədalətli din xadimlərinin təmin olunması. Bəli, ən əsas məqsəd buyudur. 1, düzdür. Ticarət islahatına görə çəki və ölçü varislərinin ilk dəfə yaradılması.
2-yə baxsaq, ticarət islahatına görə çəki və ölçü vahidlərinin ilk dəfə yaradılması bu qalsın. Bu qalsın. Vergi islahatına əsasən vergilərlə bağlı məsələlərdə dəqiq qayda yaradılması bu düzgün cavabdır. Torpaq islahatının əsasını ordu ilə bağlı olmayanlara torpaq sahəsi, əksinə torpaq islahatına keçməsi əsas məqsəd orduda xidmət edən torpaq paylarının verilməsidir. İnzibati islahata görə dövlətin vilayətlərə bölünməsi. Qazaxanda inzibati islahat verilmir, baxmayaraq ki, Mahmudabad şəhərini saldırıb. İkinci məsələyə qayıtsaq, ticarət islahatına görə çəki və ölçü vahidlərinin ilk dəfə yaradılması. Deməli, yəni ki, bu cavab düzgün cavab kimi götürülə bilməz, çünki Qazanxana qədər çəki və ölçü vahidləri var idi. Sadəcə olaraq onun dövründə çəki və ölçü vahidləri sabitləşir, yəni vahidləşir, bir dənə olur. Ona görə də burada düzgün cavab kimi 1-3 daha, belə deyim, düzgün səslənir. Davam edək. 25. Eyni əsrdə baş vermişdir. Şəddadilər və Rəvvadilər dövlətlərinin yaradılması, təbii ki, biri 971, biri 981, hər ikisi 10-cu əsrdir. Slavyanların Abbasun adasını və Bərdə şəhərini ələ keçirib qarət etmələri. Abbasun adası 909, Bərdə isə 944-dür. Bu da yenə şərti ödəyir. Sazilər və Salə dövlətlərinin yaranması isə müxtəlif əsrlərdir. Bir tərəf 898, digər tərəf 941. Mərzban bin Məhəmmədin qanunnaməsindən Həsən Padşahın qanunnamə arasında çox böyük fərq var. 5 əsr fərq var. Biri 10-cu əsrdədir, biri isə 15-ci əsrdədir. Deməli, burada düzgün cavabımız 1-2 oldu. Davam edək. 26. Memarlıq abidələrinin inşa edilməsinin xronoloji ardıcılığını müəyyənləşdirin. Təbrizdə Əlişah məscidi, təbii ki, bu 14-cü əsrdir. Rəqəmlərlə yazaq. Urmiyada 3 günbəz 12-ci əsrdir. Təbrizdə Həşt Behişt 15-ci əsr, 1483 Sultan Yaqub tərəfindən. Xudafərin köprüsü 11-ci əsrdir. Maraq üçün deyim ki, Əlişah məscidində digər adlanan Ərk qalası deyirlər. Maraq üçün deyim, Urmiyada 3 günbəz Naxçıvan memarlıq üsulunda tikilmişdir. Həşt Behişt, deməli bu Ağqoyunların sarayı adlanır. Sözün mənası Həşt, 8, Behişt, cənnət deməkdir. Eldənizlərin sarayı isə Darın Mülk adlanırdı. Xudafərin köprüsü də 1027-dir. Xronoloji ardıcılıq kiçikdən böyüyə düşsək, 4, 2, 1, 3-ün düzgün cavab olduğunu görərik. 26-ya baxaq. Feodal dövlətlərimizdən verilib, uyğunluğu müəyyənləşdirək, Şəddadilər dövləti, Rəvvadilər dövləti. Paytaxtı Təbriz olmuşdur, bu 2 dəfə Rəvvadilərdə olub. Azərbaycan cənubda yaranmışdır, təbii ki, bu Rəvvadilər dövlətidir. 9-cu əsrdə yaranmışdır, heç birisi, çünki hər ikisi 10-cu əsrdə yaranıb. Paytaxtı Gəncə olmuşdur, bu Şəddadilər dövlətidir. Azərbaycanın şimalında yaranmışdır, bu təbii ki, Şəddadilərdir. Ümumiyyətlə 5 dövlətimizdən SSR-lər cənubda, Şışılar isə şimalda yaranmışdır. 1D-Y, 2A, B-dir. Situasiyaya baxaq, mənbəni oxuyun və məlumat verək. İraq və Azərbaycan vilayətləri Sultan və Əmir Atabəy Şəmsəddin Eldəniz vaxtında əmin-amanlıqla sultanın buyruq və əmrlərini yerinə yetirməyə başladılar. Ancaq Sultan Arslan Şah İbn Toğrulun yalnız adı hökmdar idi. Atabəy Eldənizin isə özü yəqin ki, burada Şəmsəddin Eldənizin 1160-da öz tərbiyə elədiyi uşağı Arslan Şahın İraq Səlcuq Sultanında hakimiyyətdə oturuzdurulmasından gedir. Çünki vaxtilə Arslanın atası Toğrul, söhbət 2-ci Toğruldan gedir. Eldənizi Arslan Atabəyə təyin etmişdi. İndi isə növbə Eldənizdə idi və tərbiyə elədiyi uşağı İraq Səlcuq Sultanına gətirməli idi. Bir zamanlar İraq Səlcuq Sultanının tərkibindən çıxan Eldənizlər indi artıq İraq Səlcuq Sultanı idarə etməyə başlamışdılar. Baxaq, mənbədə bəhs olunan dövrdə Eldəniz hökmdarının aldığı titul. Öz tərbiyə elədiyi uşağı və oğulluğunu belə desək, hakimiyyətə gətirmişdirsə, Eldəniz burada Böyük Atabəy titulunu alacaqdı. 29-da mənbədə bəhs olunan Eldəniz hökmdarının dövlət yaratmasına şərait yaradan amili müəyyənləşdirin. Necə oldu ki, Şəmsəddin Eldəniz dövlət yaratdı? Belə ki, Arslanın əmisi, Toğrulun qardaşı Sultan Məsud 1136-cı ildə Arranı iqta olaraq Eldənizə verirsə dövlət yarandı. Sultan Məsud 29-cu cavab olmalıydı daha doğrusu. 30-dan mənbədə bəhs olunan Eldəniz hökmdarının Qızıl Arslanla oxşar cəhətini yazın.
Söhbət Şəmsəddin Eldəniz və Qızıl Arslandan gedirsə, bunlar üçün oxşar cəhət nə ola bilər? Hər ikisi yeni titul əldə ediblər. Bu Şəmsəddin Eldənizdə böyük Atabəy tituludur. Qızıl Arslanda isə bu ilk dəfə Sultan tituludur. Bir də hər ikisi üçün oxşar cəhət Şirvanşahların tabe edilməsi olar. 1160-cı ildə Atabəy Şəmsəddin Eldəniz 1-ci Axıstanı hakimiyyətə gətirərək Şirvanı tabe etmişdi. 1-ci Axıstan Atabəydən asılı qəbul etmişdi. 1-ci Axıstan hakimiyyət illəri 1160-1196-dır. Amma sonradan 1-ci Axıstan Qızıl Arslanın dövründə Atabəylərə belə deyim, üzünü ağ olsa da, amma Qızıl Arslan onu yenidən tabe etmişdi. Bir sözlə, Şirvanşahları tabe edən Atabəy Şəmsəddin Eldəniz və bir də Qızıl Arslan olmuşdur. Bax, belə. Bu da bunların digər bir oxşar cəhətidir. Mənim əzizlərim bu qədər. İnşallah arada hansısa bir sual yadımızdan çıxmadı. Hamısına bir-bir baxdıq. İndi arada yadımızdan çıxan nəsə bir rəqəm, nəsə bir xırda detal olarsa, onu diqqətimizə çatdırmağınızı sizdən xahiş edirik. Bizdən bu qədər. Sağ olun, var olun. Allah'a emanet olun.